Siz bu müqaviləni həm Respublika Dövlət Neft Şirkətinin vitse-prezidenti, həm də çox hörmətli prezidentimiz Heydər Əliyevin oğlu kimi imzalayırsınız. Bu müqavilənin imzalanmasıyla siz Əliyevlər nüfuzunu risk altına qoyduğunuzu hiss edirsiniz, yoxsa sizə elə gəlir ki, hər şey öz qaydasında? Əlbəttə ki, qoyuruq. Birincisi, əgər siz bu sualı verdiniz, prezident əlbəttə ki, böyük, deyə bilərəm ki, riskə gedir bu kontrakta yaşıl ışıq verəndə. İkincisi də biz artıq ailə kimi bunun altına giririk. Əlbəttə ki, mən bu məsuliyyətin çox dərindən dərk edirəm. Bəlkə də belə düşünsəm, mən bu kontrakta iştirak eləməməliydim. Amma eyni zamanda mən hiss edirəm ki, bu Azərbaycan üçün böyük bir tarixi hadisədir və bu riskin altına, yəni ki, öz iradəmlə girirəm. Vətəndaşlar bu kontrakta ayrı cür baxırlar. Onlar elə bilirlər ki, çoxları ki, kontrakt bağlanandan kimi hardasa bir ay, 2 ay içərisində biz böyük dəyişikliklər görəcəyik. Əslində belə deyil. Bu kontrakt uzun müddətli kontraktdır, 30 illik kontraktdır. Və əlbəttə ki, ilk bu kontraktın bəhrəsini məncə biz hardasa 2 ildən sonra görə bilərik. Ona görə bu vətəndaş kimi mən bunu deyirəm. Amma bir adam kimi, hansı ki bu danışıqlarda iştirak edib, deyə bilərəm ki, əlbəttə ki, bu kontrakt bütün Azərbaycanın gələcəyini dəyişdirəcək.